onlar başladılar bağçaya getməyə və orada bəzi məqamlar var idi ki, bizim xoşumuza gəlmirdi, bizim mentalitetə, bizim adət-ənənələrə o qədər də uyğun deyildi və bir gün, yəni heç bir planımız yox idi. Planda ümumiyyətcə Bakıya qayıtmaq yox idi. Bir gün yoldaşım mənə ilin ortasında dedi ki, mən istəmirəm ki, mənim uşaqlarım burada böyüsünlər. Mən istəyirəm ki, mənim uşaqlarım böyüsünlər Azərbaycanda, formalaşsınlar. İstəyirəm Azərbaycana köçək, Bakıya qayıdaq. Belə oturduq, danışdıq, fikirləşdik və ani qərarla Bakıya köçdük. Və mən heç də heyfslənmirəm, çünki mən Bakını çox sevirəm, Azərbaycanı, vətənimi çox sevirəm və mən xoşbəxtəm ki, uşaqlar burada böyüyür. Çünki mən demirəm ki, xaricdə böyümək pisdir, yox, əsla. Amma o vaxtı biraz belə fikirləşirdim ki, bəlkə qayıtmayaq, qayıdaq. Amma indi hər dəfə yoldaşım deyir, görsən nə yaxşı qərar idi bizim Bakıya qayıtmağımız və mən ondan razılaşıram. Çünki uşaqlarımın burada böyüməsi, vətənlərində böyüməsi çox gözəl bir haldır. Və bilirsiniz, Bakıda, Azərbaycanda mən fikir vermişəm, bir çoxları həmişə deyir ki, xaricdə belədir, bizdə belə deyil, xaricdə yaxşıdır. Onu ancaq xaricdə yaşayan bilər.